Hər vaxtınız xeyir, obyektiv yayımdadır. Azad torpaqlarımızda körpələrin həyata göz açması ilə postmüharibə dövrünü yaşayan taleyimizə yeni ümidlər doğur. Torpaqlarımız, insanlarımız həyatın yeni zəfər mərhələsindədir. 5 ildir davam edən bu yolda həyatları daha yaxşı, daha güvənli etmək üçün dövlət vətəndaşın yanında dayanıb. Addımlar birgə, əl-ələ, çiyin-çiyinədir. Bugün biz postmüharibə dövrünün reallıqlarından danışacağıq. Görülən işlərin miqyaslı xülasəsini həmsöhbətimdən eşidəcəksiniz. Hazırda həftənin sosial hadisələrindən məlumatlı olmaq üçün birbaşa Dost TV-yə bağlanırıq. Həmkarım Əsmər bizimlə birbaşa bağlantıdadır. Əsmər, hər vaxtın xeyir, xoş gördük. Hər vaxtınız xeyir olsun xanım. Dost TV ilə Real TV-nin ortaq yayımında sizi və tamaşaçıları salamlayıram. Həftənin əsas xəbərlərini təqdim edirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Asosiasiyasının Dünya Sosial Təminat Forumunda iştirak edib. Forumda Dövlət Sosial Müdafiə Fondu, Dost Agentliyi və Sosial Xidmətlər Agentliyi Asosiasiyanın Avropa şəbəkəsinin İdarəetmə Komitəsinin üzvləri seçiliblər. Beynəlxalq Sosial Təminat Asosiasiyası tərəfindən Dost Agentliyi və Dövlət Sosial Müdafiə Fondu mükafatlarla təltif ediliblər. Forum çərçivəsində ikitərəfli görüşlər keçirilib, gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb. Cari ildə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan 1628 şəxsi evlərində səyyar reabilitasiya xidmətləri ilə təmin edib. Bu səyyar reabilitasiya xidmətlərindən yaşayış yerini tərk etməkdə çətinlik çəkən əlilliyi olan şəxslər yararlana bilər. Peşə Fest 2025-in növbəti dayanacağı Ağsu rayonu olub. Peşə Öyrən, gələcəyini qur devizi ilə təşkil edilən festival, gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin eləmək məqsədi daşıyır. Festival iştirakçıları peşə sahələri və ixtisaslar barədə faydalı məlumatlar əldə edib, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar. Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 61 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. Həmin şəxslərə sosial məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial məsləhət yardımı xidmətləri göstərilir. Dövlət Məşğulluq Agentliyi özünü məşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir. Son bir ayda 1290 işsiz və iş axtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar qurulub. Sosial gündəm ilə bağlı çatdıracaqlarımız bu qədər, hörmətli tamaşaçılar. Diqqətiniz üçün təşəkkür edirəm. Obyektiv isə davam edir. Hələlik. Əsmər, təşəkkür edirəm. Dost TV ilə birbaşa bağlantıda idi. Obyektivdə postmüharibə dövründə sosial müdafiə sahəsini əhatə edən işlərə nəzər yetirməyin vaxtıdır. Son illərdə müavinət və təqaüdlərin artırılması, ardıcıl olaraq həyata keçirilən sosial islahat paketləri şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının həyatına birbaşa təsir göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin rəhbəri Babək Hüseynovla bu işlərin nəticələrinə və perspektivlərinə diqqət yetirəcəyik. Babək müəllim, xoş gəlmişsiniz. Salam, hər vaxtınız xeyir. Bu il Böyük Zəfərin 5 ilini qeyd edirik və söhbətimiz təsadüfdən yox, tam zərurətdən doğub və danışmağın zamanıdır. Sosial təminatın artırılması istiqamətində hansı işlər həyata keçirilir? Təşəkkür edirəm sualınıza görə. Bildiyiniz kimi, son illərdə 5 böyük sosial islahat paketi həyata keçirilmişdir. 2020-ci ildən etibarən həyata keçirilmiş islahat paketi ümumilikdə 4 milyon nəfəri əhatə etmişdir ki, və həmin paketlərin həyata keçirilməsi ilə bağlı dövlət büdcəsindən xüsusilə qeyd etmək lazımdır ki, əlavə olaraq 7,5 milyard manat vəsait alınmışdır. İslahatlar əsasən əhatə etmişdir minimum əmək haqqının artırılması. Bu da öz növbəsində ortalıq əmək haqqının iqtisadiyyatın bütün sahələri üzrə artmasına təkan verir. Bunu ifadə etmək lazımdır. Pensiyaların minimum məbləği 3 dəfəyə artırılmışdır. Pensiyaların ortalıq məbləğində 2,6 dəfə artım qeydə almışdır. Bütün növ sosial müavinət və prezident təqaüdləri artırılmışdır. Ümumilikdə onların büdcəsi 5 dəfədən çox artmışdır. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ehtiyac meyarının məbləği artırılmışdır və qeyd etmək olar ki, bütün növ sosial ödəniş, burada həm pensiya, həm müavinət, həm prezident təqaüdü, həm də ünvanlı sosial yardım alan aztəminatlı ailələr tam əhatə olunmuşlar. Sonuncu islahat paketi cari ilin yanvar ayında start verildi. İlkin olaraq
minimum əmək haqqı artırıldı və pensiyaların məbləği indeksləşdirildi. Fevral ayında pensiyaların minimum həddi artırıldı. İyul ayında sosial müavinətlər və təqaüdlər artırıldı. 5-ci sosial islahat paketi Cənab Prezidentin müvafiq sərəncamı ilə tələbələrə ödənilən təqaüdlərin artırılması ilə sentyabrın 1-də artıq həmin islahatlar çərçivəsində sonuncu qanunvericilik aktı qəbul etdi. Mən inanıram ki, növbəti illərdə də yenə də bu istiqamətdə Cənab Prezidentin tapşırığına əsasən addımlar atılacaq, islahatlar davam etdiriləcəkdir. Müharibədən zərər çəkən insanların rahat və layiqli həyat şəraitində yaşaması olduqca vacibdir. Bu xüsusda dövlət təminatları ilə yanaşı onlar üçün hansı sosial islahatlar həyata keçirilir? Qeyd etmək lazımdır ki, 5 il bundan əvvəl 2001-ci il sentyabrın 27-sində təcavüzə cavab olaraq Cənab Prezident Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz cəmi 44 gün ərzində misilsiz bir hərb tarixi yazaraq zəfər əldə etdilər və bunun məntiqi davamı olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatının nəticəsi olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş oldu. Sözsüz ki, şəhidlərimizə Allah rəhmət eləsin, xəsarət çəkən bizim igidlərimizə can sağlığı arzu edirəm. Elə müharibənin gedişindən bu kateqoriyada olan vətəndaşlarımızın sosial təminatı Cənab Prezidentin diqqətində idi və bayaq qeyd etdiyim sosial islahatların hər birində bu kateqoriyada olan vətəndaşlarımız qeydə alınmışdır. Müharibədən sonraki dövrdə Nazirlik tərəfindən 132 min şəxsə 400 mindən çox xidmət göstərilmişdir. Bütün şəhid ailə üzvlərimiz, yəni 8 mindən çox şəhid ailə üzvümüz üçün 16 min sosial ödəniş təyin edilmişdir ki, bu əmək pensiyası və yaxud sosial müavinət, habelə Azərbaycan Respublikası Prezidentinin təqaüdüdür. 4500 nəfərə yaxın müharibə səbəbindən 50 müəyyən edilmiş bizim hərbiçilərə 9 minə yaxın sosial ödəniş həyata keçirilmişdir. Burada mən xüsusilə vurğulamaq istəyirəm ki, Nazirlik tərəfindən atılmış addımlar, yəni göstərilən xidmətlərin elektronlaşması, proaktiv təyinatın həyata keçirilməsi imkan vermişdir ki, bizim şəhid ailələrimiz, müharibəlilərimiz hər hansısa bir quruma müraciət etmədən bu sosial ödənişlərini alsın. Əgər belə bir zərurət yaranırdısa, dərhal Nazirliyin əməkdaşları müdaxilə edib sənədləri əldə edirdilər. Digər bütün mümkün hallarda isə təyinatlar proaktiv şəkildə aparılırdı. Mənzil proqramı bilirsiniz, 2021-ci ildə Cənab Prezident öz çıxışında söylədi ki, artıq keçmiş məcburi köçkünlər üçün müvafiq qurum tərəfindən inşa edilmiş mənzillərin Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailə üzvlərinə, müharibə əlillərinə və bəzi həssas kateqoriyada olan şəxslərə verilməsi tapşırılmışdı ki, ötən dövr ərzində son 5 ildə 6800 mənzil və fərdi ev bu kateqoriyada olan vətəndaşlarımıza verilibdir. 570-ə yaxın avtomobil müharibə əlillərinə verilibdir. Bu proqram davam edir. Cari ildə də mənzillərin verilməsi davam etdiriləcəkdir. Avtomobil təminatı ilə bağlı sevindirici bir xəbər də odur ki, növbədə faktiki adam qalmayıbdır. Növbədə kim var idisə, hər biri avtomobillə təmin edilibdir. Nə gözəl. Bu barədə eşitməmişdim və çox sevindirici bir xəbər oldu ki, artıq onlar hər biri avtomobillə təmin olunublar. Babək müəllim, çox ətraflı bir söhbətimiz gedir, eyni zamanda dinamikdir. Bir məsələyə də toxunmaq istərdim. Şəhid ailələrinin, müharibə əlillərinin cəmiyyətə inteqrasiyası, onların iqtisadi müstəqillik qazanması olduqca xüsusi əhəmiyyət daşıyır. Bu xüsusda məşğulluq imkanlarının artırılması, eyni zamanda onların sosial-psixoloji reabilitasiyası üçün, onlara sosial-psixoloji dəstəyin göstərilməsi üçün hansı addımları atırsınız? Yaxşı sualdır bu da. Gəlin, mən iki hissəyə bölüm sualı icazənizlə. İlkin olaraq sosial-psixoloji əlilliyin müəyyən edilməsi ilə bağlı bildirim ki, müharibədən dərhal sonra bütün yaralı hərbiçilərimiz, xəsarət alan bütün hərbiçilər, istər mülki şəxslər də, bilirsiniz, terror nəticəsində mülki şəxslərimizdən də xəsarət alanlar var idi. Habelə şəhid ailələri Nazirlik tərəfindən formalaşdırılmış qruplar tərəfindən ziyarət edildi. Həmin qruplara daxilidir Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Sosial Xidmətlər Agentliyinin, habelə Dövlət Məşğulluq Agentliyinin əməkdaşları. Bu bizə imkan verdi ki, dərhal həmin xəsarət almış bizim hərbiçilərin və yaxud şəhid ailələrinin evlərinin maddi məişət şəraitinin müayinəsini həyata keçirdik. Onların gəlirlik və fəaliyyət növləri ilə bağlı qiymətləndirmə həyata keçirildi. Məşğulluq imkanlarının qiymətləndirilməsi həyata keçirildi. Ümumilikdə əlilliyi olan şəxslərlə bağlı bilirsiniz, yenə də müharibənin gedişindən Cənab Prezidentin
tapşırığına əsasən reabilitasiya vasitələri bir neçə dəfə artırıldı. Protez ortopedik verilən məmulatların sayı və keyfiyyəti dəyişdirildi. Bu da bizə imkan verdi ki, 500-ə yaxın bizim əlilliyi müəyyən edilmiş hərbiçimizə 600-dən çox sonuncu nəsil müasir protez alətləri verilmişdir ki, onlar da həmin şəxslərin bunun da üstünlüyü ondadır ki, bu protezlər son nəsil olduqlarına görə şəxslərin itirilmiş ətraflarının demək olar ki, tam bərpasına imkan verir. Onların cəmiyyətə yenidən inteqrasiyasına, yenidən əmək bazarına daxil olmaq imkanlarını daha da gücləndirir. Əlavə olaraq 1000-dən çox mühərrikli təkərli araba təqdim edilmişdir. Ümumilikdə isə ötən dövr ərzində 80 mindən çox protez reabilitasiya vasitələri əlilliyi olan şəxslərimizə təqdim edilmişdir. Bir məsələni də qeyd edim ki, yenə də 2021-ci ildə Cənab Prezidentin müvafiq fərmanına əsasən məhz şəhid ailələrinin, müharibə əhlilərinin və veteranların müraciətini araşdıran və onlara göstərilən xidmətləri vahid pəncərədən təqdim etmək imkanı verən vahid əlaqələndirmə mərkəzləri yaradılmışdır. Həmin mərkəzlərdə 5 mərkəzi icra hakimiyyəti orqanının, 71 yerli icra hakimiyyəti orqanının 26 xidməti birbaşa vətəndaşlara göstərilmişdir. Burada rəqəmlər unikal deyil, çünki bir çox saylı müraciəti il ərzində qeydə alına bilər. Təsəvvür edin, o mərkəzlər tərəfindən 300 mindən çox müraciət cavablandırılmışdır və onun təxminən bir 170-ni qaynar xətt vasitəsilə daxil olanlardır. Bu da bu kateqoriyadan olan şəxslərin müraciətlərinin xüsusi araşdırılmasının imkan vermişdir ki, Cənab Prezidentin tapşırığı əsasən tərəfimizdən bu işlər görülmüşdür və hal-hazırda da fəaliyyət göstərərək davam edir. Digər məsələ isə çox düzgün vurğuladınız ki, bu şəxslərin əmək bazarının inteqrasiyası müharibədən sonraki dövrdə çox həssas bir məsələdir və yenə də bu istiqamətdə nazirlik tərəfindən böyük işlər görülmüşdür. Təkcə onu demək kifayət edir ki, 50 mindən çox şəxsimizə Dövlət Məşğulluq Agentliyi tərəfindən xidmətlər göstərilmişdir. Bu xidmətlər bütün şəhid ailələrini əhatə etmişdir. Yəni 8 mindən çox şəhid ailə üzvü bu xidmətlərdən yararlanıb. 6 mindən çox müharibə səbəbindən əlilliyi olan şəxslər burada eyni zamanda Qarabağ müharibəsinin, 1-ci Qarabağ müharibəsinin əllərdə iştirak etmişdir və 37 mindən çox müharibə veteranı. Dövlət Məşğulluq Agentliyi tərəfindən göstərilən xidmətlər habelə yenə də Cənab Prezidentin bir çağırışı olduğu işə götürənlərə və marafon, məşğulluq marafonu 2021-ci ildə elan edildi. Məşğulluq marafonu çərçivəsində həm dövlət, həm özəl sahədə olan işə götürənlər məhz bu kateqoriyada olan vətəndaşlarımızın işlə təmin edilməsi üçün müvafiq vakansiyaları çıxartdılar, təklif elədilər. Bu proqram çərçivəsində məşğulluq marafonu, yəni 13 mindən çox veteranımız, müharibə əhlimiz və şəhid ailə üzvü bu proqramdan yararlanıblar. Özə məşğulluq proqramı geniş yayılıb, 14 minədək artıq biz bu kateqoriyada olan vətəndaşlarımızı özə məşğulluğa cəlb etmişik. Bilirsiniz, özə məşğulluq proqramı iki istiqamətdə, kənd istehsalat və xidmət sahəsində müxtəlif növlərdə aktivlərin verilməsi ki, hansı ki, həmin şəxslər o bacardıqları peşə istiqamətində əmək bazarına daxil olur, yuxarı həddə gəlir əldə edə bilər. Çox yaxşı uğur hekayələrimiz var. Ciddi şəkildə özünə məşğulluğa cəlb olunub, sonradan biznesini böyüdüb, artıq iri sahibkarə keçən belə bizim vətəndaşlarımız var. Qeyd edim ki, bu proqramlar da hələ bitməyibdir. Hal-hazırda özünə məşğulluq proqramı üzrə orada növbəllik reyestrində 5000-ədək bu kateqoriyada olan vətəndaşımız var. Habelə 600 nəfər müvafiq seçdiyi istiqamət üzrə peşə təhsilinə cəlb edilməsi üçün, yəni peşə hazırlığı kurslarına cəlb edilməsi üçün növbəsini gözləyir. Post-müharibə dövründə 4452 nəfər vətən müharibəsi qazisinə əlillik təyin edilib. Agentlik tərəfindən o cümlədən 500-ə yaxın qazimiz 612 son nəsil yüksək texnologiyalı protezlə təmin edilib. Vətən müharibəsindən sonra agentliyin reabilitasiya mərkəzlərində 3665 nəfər müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar. Agentlik tərəfindən qazilərin sağlamlığının bərpası, onların cəmiyyətə adaptasiyası istiqamətində görülən işlərin nəticəsi olaraq cari ilin 8 ayında artıq 218 nəfər vətən müharibəsi qazisi tam reabilitasiya olunaraq yenidən aktiv həyata davam edirlər. Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara
50-lik dərəcəsinə uyğun olaraq birdəfəlik sığorta ödənişləri də həyata keçirilir. Bu çərçivədə birinci 50-lik dərəcəsinə görə 8800 manat, ikinci 50-lik dərəcəsinə görə 6600 manat və üçüncü 50-lik dərəcəsinə görə 4400 manat sığorta ödənişi həyata keçirilir. Babək müəllim, istərdim sosial xidmətlərin əhatə dairəsi və əlillərə göstərilən xidmətlərin miqyası məsələsinə də toxunaq. Bu da maraqlı sualdır. 2023-cü ildə cənab prezidentin sərəncamına əsasən 2023-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair dövlət proqramı təsdiq edildi və icrasına başlanıldı. Burada əsas məqsəd 4-5 əsas məqsəd var həmin dövlət proqramı. Bunun ilk növbədə sözsüz ki, göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, yəni daha çox ehtiyacı olan şəxsin bu xidmətlərdən istifadə edə bilmə imkanlarının artırılması, göstərilən sosial xidmətlərinin növ və formalarının artırılması, keyfiyyətinin yüksəldilməsi, bu istiqamətdə xidmət göstərən ixtisaslı kadrların hazırlanması və bu istiqamətdə göstərilən xidmətlərin elektronlaşması. Biz böyük uğurlar əldə etmişik. Təkcə onu qeyd etmək lazımdır ki, dövlət proqramı müvafiq qurum tərəfindən, yəni bütün dövlət proqramları müvafiq qurum tərəfindən qiymətləndirilir və 2024-cü ildə qiymətləndirilməsi həyata keçirilmiş 20-dən çox dövlət proqramı, strategiya, milli fəaliyyət planının içərisində məhz sosial xidmətin inkişafı dövlət proqramı 2024-cü ildə nəzərdə tutulmuş tədbirlərin 100%lik icra göstərisi ilə birinci yer tutmuşdur. Əlilliyi olan şəxslərin reabilitasiyasında, onların reabilitasiyaya cəlb olunan əlilliyi olan şəxslərin sayının artırılmasında da böyük uğurlar əldə edilmişdir. Reabilitasiya şəbəkəsi genişləndirilmişdir. Cənab prezidentin iştirakı ilə Cənubi Qafqazda ən böyük reabilitasiya mərkəzi Azərbaycanda yerləşir. Bilirsiniz ki, o da bizə imkan verir ki, daha çox bu həm müharibə əlillərinə şamil olunur. Eyni zamanda ümumi səfərdən əlilliyi olan vətəndaşlarımız da o xəstəliklərinə uyğun olaraq reabilitasiya xidmətlərindən istifadə edə bilər. Uşaq reabilitasiya mərkəzi genişləndirilmişdir. Yəni burada söhbət sağlam imkanları məhdud, yəni əlilliyi olan 18 yaşındakı uşaqlarımızın müvafiq xidmətlərə cəlb edilməsindən gedir. Hazırda yaxşı rəqəmlərimiz var, yəni ümumi əlilliyi olan şəxslərin 25%-i təxminən. Bu 120 min nəfər şəxsdən gedir söhbət. İl ərzində bizim nazirlik tərəfindən müvafiq xidmətlər alırlar. Və növbəti hədəf olaraqsa bunun daha da yaxın illərdə artırılması və yenə də keyfiyyətin yüksəlməsi, nəticə olaraq vətəndaş məmnunluğunun əldə edilməsidir. Bu istiqamətdə də işlər aparılır və hesab edirəm ki, yaxın gələcəkdə biz daha da yuxarı, dünya rəqəmlərindən də yuxarı bir rəqəmlərə çıxa biləcəyik. Təşəkkür edirəm Babək müəllim. Bugünkü söhbət həqiqətən də böyük zövq verdi. Çünki səsləndirdiyiniz rəqəmlər bizim üçün çox doğmadır. Bu rəqəmlər, bu görülən işlər hər biri Vətən müharibəsindən sonra şəhid ailələri, əlilliyi olan şəxslər, müharibə iştirakçıları üçün görülən işlərin miqyasının genişliyini göstərir. İşlərinizdə uğurlar arzulayıram, çünki bu proses davam edir və bir daha sizi zəfərimizin 5 ili münasibəti ilə təbrik edirəm. Mən də sizi təbrik edirəm, çox sağ olun, minnətdaram. Sağ olun. Hörmətli tamaşaçılar, bir daha qeyd edim ki, qonağım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin rəhbəri Babək Hüseynov idi. Biz bugün buraxılışımıza sığacaq qədər son 5 ildə görülmüş işlərlə bağlı söhbət apardıq. Postmüharibə prosesi vaxt, resurs, əmək və səbir tələb edir və eyni zamanda davam edir. Ümid edirik ki, bütün işlər qalib ölkənin vətəndaşları üçün möhkəm dayaqlar üzərində yüksələn xəttlə həyata keçiriləcək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun.